İndi İlham Əliyev dünyaya özünün diktator kimliyini qəbul etdirmək istəyir. Onun ən ciddi qayğısı budur. Məndən gözlədiyiniz bütün addımlar mənim hakimiyyətimi bərkidən şərtlər olmalıdır və salam. Yəni dəlicəsinə bir hakimiyyət sevdası, bunun üçün ölkə daxilində hər cür vəhşilik, ölkə xaricində isə bu vəhşilikləri deyil, onun pul və qazanc təkliflərinə açıq olmağa hazır partnyorlar. Carl Center bu fenomeni araşdırıb, maraqlı da bir material alınıb və güman edirəm sizin bilmək haqqınız var bu məsələləri. Avropa Komissiyasının sədri Ursula von der Leyen Azərbaycana son dövrlərdə sıxlaşan səfərlərinin iyulun əvvəllərinə təsadüf edən daha birini həyata keçirməzdən əvvəl həbsdəki jurnalistlərdən, siyasi məhbuslardan və fəallardan məktublar aldı. Məktublardakı çağırış eyni idi. Azərbaycan avtoritarizminin məhbusları von der Leyen'dən İlham Əliyevlə sadəcə enerjidən, ticarətdən deyil, bir vaxtlar Avropa İttifaqının əsas dəyərini müəyyən edən məsələdən, insan haqları və demokratiyadan da danışmasını istəyirdilər. Avropa Parlamentinin İnsan Haqları Komitəsinin sədri Munir Saturi də Avropa Komissiyası sədrinə bənzər bir çağırış etmişdi. Azərbaycandakı siyasi məhbusların, medianın, vətəndaş cəmiyyətinin və müxalifətin vəziyyətini ən yuxarı səviyyədə gündəliyə gətirmə çağırışı. Ursula von der Leyen isə İlham Əliyevlə görüşündə bu məsələlərdən danışdı ya yox, onu kimsə bilmir. Amma ictimaiyyətə verilən açıqlamalarda bu müraciətlər heç edilməmiş kimi davrandı. Qaldırılan mövzuları dünyanın ən problemsiz, ən demokratik ölkəsindəymiş kimi yox sayıb Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələr üçün 200 milyon avroluq qrant ayırdıqlarından danışdı. Avropa İttifaqı Azərbaycan bağlantı tərəfdaşlığının başlanmasını təklif etdi. Bakıda regional bağlantı sərmayə konferansının keçirilməsi üçün işləyəcəklərini bildirdi. Sülh quruculuğu üçün pul ayırdıqlarını dedi və Rusiya-Ukrayna müharibəsindən sonra xüsusilə güclənən enerji evliliyini uğur hekayəsi kimi təqdim edərək İlham Əliyevə növbəti təşəkkürünü etdi. Halbuki tam da o günlərdə Amnesty International 300-dən çox insanın həbsdə olduğu Azərbaycanla bağlı hesabatında bunları bildirirdi. 2013-cü ildə qanunvericilik haqlarına edilən dəyişikliklər Azərbaycanda vətəndaş məkanının faktiki olaraq dağıdılmasının başlanğıcını qoydu. Həmin ildən bəri Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini ardıcıl şəkildə sıradan çıxarıb, yüzlərlə hüquq müdafiəçisi, fəal, jurnalist və siyasi opponent, siyasi motivli ittihamlarla həbs edilib, bir çoxları isə ölkəni tərk etməyə məcbur qalıb. Bu repressiya artıq Azərbaycanın sərhədləri daxilində qalmır. Amnesty International hökuməti tənqid edən və xaricdə yaşayan şəxslərə, jurnalistlərə, hüquq müdafiəçilərinə, fəallara və hökumət tənqidçilərinin ailə üzvlərinə qarşı getdikcə genişlənən repressiya kampaniyasını sənədləşdirib. Bu tədbirlər ifadə azadlığı, birləşmək azadlığı, dinc toplaşmaq hüququ, ədalətli məhkəmə araşdırması hüququ və hərəkət azadlığı da daxil olmaqla insan hüquqlarına qarşı geniş miqyaslı və ağır hücum xarakteri daşıyır. Amnesty International'ın hesabatında vurğulandığı kimi Azərbaycan uzun illərdir repressiya, ayrı-ayrı faktlardan, hadisələrdən, pozuntulardan ibarət deyil, koordinasiyalı dövlət idarə etmə prosesidir. Azərbaycan avtoritarizmi repressiv bürokratiya üzərində bərqərar olub və bu xüsusilə Qərbin İlham Əliyev rejimi ilə münasibətlərinin dramatik şəkildə layallaşmasından sonra vüsət alıb. Carl Center bu analizində Azərbaycanın repressiv sisteminin bürokratiyasına nəzər salır. Azərbaycanda repressiyaya ayrı-ayrı hüquq pozuntularından dövlət idarəçiliyinin institusionallaşmış bürokratik və hibrid mexanizminə kimi necə işləyir sualını cavablamağa çalışır. Ən populyar izahı ilə repressiya dövlətin ərazi yurisdiksiyası daxilində bir şəxsə və ya təşkilata qarşı faktiki və ya təhdid formasında fiziki sanksiyalardan istifadə etməsidir. Bu cür sanksiyaların məqsədi hədəfə müəyyən xərc yaratmaq,
həmçinin hökumət nümayəndələrinə, praktikalarına və ya institutlarına qarşı çağırış kimi qəbul edilən konkret fəaliyyətləri və ya inancları çəkindirməkdir. Əksər yanaşmalara görə repressiya daha çox dövlət gücünün elə tətbiqləri ilə bağlıdır ki, bunlar söz, toplaşma və təşkilatlanma kimi əsas azadlıqları, hüquqi prosedur qaydalarını, eləcə də şəxsi toxunulmazlıq və təhlükəsizlik hüquqlarını pozur. Bu tip hüquqlara nələr daxildir? Söz, toplaşma və hərəkət azadlığı ifadə edilən fikirlərdən asılı olmayaraq yalnız çox dar şəkildə müəyyənləşdirilmiş, aydın və mövcud təhlükə həddinə qədər mətbuat azadlığı, mövcud qanunların mümkün pozuntuları ilə açıq şəkildə əlaqələndirilmədiyi müddətdə dövlət cəzası, damğalaması və ya istintaqı olmadan birləşmək və inanmaq azadlığı, cinayət və ya mülki sanksiyalara məruz qalmadan boykot etmək, dinc piket keçirmək və ya tətil etmək azadlığı. Christian Davenport isə hesab edir ki, bu repressiya tərifi doğru olsa da əksikdir. Çünki burada istifadə olunan repressiya tərifi yalnız nəyi daxil etməsi baxımından deyil, nəyi kənarda saxlaması baxımından da vacibdir. Məsələn, Davenport'a görə populyar tərif resursların ədalətsiz bölgüsü kimi uzun müddət ərzində yaşanan struktur xüsusiyyətlərin zərərli nəticələrini, struktur zorakılıq anlayışını nəzərə almır. Eyni zamanda ikinci nəsil hüquqları, iqtisadi, sosial və mədəni imtiyazları və üçüncü nəsil hüquqları, sülh və təmiz ətraf mühit hüququnu da əhatə etmiş. Tərif etiraz polisliyi yanaşmalarında olduğu kimi mütləq davranış təhlükəsinin mövcud olmasını tələb etmiş. Eyni zamanda insan hüquqları pozuntuları yanaşmasında olduğu kimi hansısa qanunun pozulmasını da mütləq şərt kimi qoymur. Nəhayət, bu tərif repressiv hərəkətin hansı məqsədlərə xidmət etdiyini və hakimiyyətlərin bu məqsədlərə nə dərəcədə nail olduğunu əvvəlcədən müəyyənləşdirmiş. Davenport hakimiyyətlərin bəzi məqsədlərinin ola biləcəyini vurğulayır. Birincisi, vətəndaşların fəaliyyət göstərə biləcəyi ümumi sərhədləri müəyyənləşdirmək. İkincisi, mövcud siyasi liderlərə, institutlara və praktikaya qarşı real və xəyali çağırışları nəzarətə götürmək və aradan qaldırmaq. Üçüncüsü, cəmiyyəti müəyyən bir istiqamətdə hərəkət etdirmək. Məsələn, üstün tutulan inkişaf strategiyası və ya ideoloji xətt üzrə yönləndirmək. Bu baxımdan konkret tədqiqatçı hesab edir ki, repressiya daha geniş sanksiyalar sistemidir. Bu, siyasi hakimiyyətlərin öz ərazi yurisdiksiyası daxilindəki insanlara təsir etmək üçün istifadə etdiyi geniş, məcbur edici vasitələri əhatə edir. Bu, geniş repertuara açıq və gizli, zorakı və qeyri-zorakı, dövlət tərəfindən, dövlətin dəstəklədiyi aktyorlar tərəfindən, məsələn, milislər və ya dövlətlə əlaqəli qruplar tərəfindən, o cümlədən ölüm dəstələri tərəfindən həyata keçirilən uğurlu və uğursuz repressiv fəaliyyətlər daxildir. Yəni, bu yanaşmaya görə repressiya sadəcə cəza deyil, hakimiyyətin siyasi nizamı qorumaq, müxalifəti nəzarətdə saxlamaq və cəmiyyətin davranış sərhədlərini müəyyənləşdirmək üçün istifadə etdiyi idarəetmə texnologiyasıdır. Repressiya sistemin xəstəliyi və ya impulsiv davranışı deyil, qərarvericilərin rasional hesablanmış siyasətidir. Siyasi liderlər repressiyanın xərclərini və faydalarını, alternativ nəzarət mexanizmlərini və uğur ehtimalını ölçürlər. Əgər fayda xərcdən çox görünürsə və alternativ nəzarət vasitələri yetərli sayılmırsa, repressiya gözlənilən olur. Avtoritar rejimlərin repressiyalara ehtiyacı ilk növbədə onların quruluşundan qaynaqlanır. Avtoritar rejimlər əhalinin çoxluğunun hakimiyyətin formalaşmasına və dəyişdirilməsinə real təsirini məhdudlaşdırdıqları üçün həmin çoxluq rejim üçün daimi potensial təhlükə olaraq qalır. Bu mənada repressiya təsadüfi və ya yalnız böhran anlarında işə salınan vasitə deyil, hakimiyyətdən kənarda saxlanılan əhalinin təşkilatlanmasının, səfərbərliyinin və rejim dəyişikliyinə yönəlmiş fəaliyyətinin qarşısını almaq üçün zəruri nəzarət mexanizmləridir.
Xalq razılığının yoxluğu azlığın çoxluq üzərində idarə etdiyi sistemlərin ilkin günahıdır. Bu baxımdan heç bir diktatura, avtoritar rejim repressiyadan imtina edə bilməz. Hansı alt tipə aid olmasından asılı olmayaraq, avtokratiyaların sabitliyi üç əsas sütun üzərində dayanır: legitimləşdirmə, repressiya və kooptasiya. Bir-biri ilə güclü, tamamlayıcı əlaqədə olan bu üç sütun rejimin çökməsinə səbəb ola biləcək üç təhlükənin qarşısını almağa xidmət edir. Adətən xalq üsyanları və qiyamlar formasında ortaya çıxan adi vətəndaşlardan gələn təhlükə, müqaviməti təşkil edən müxalif faktorlardan gələn təhlükə, strateji əhəmiyyətli elitlərin, hakim elitanın kursundan ayrıldığı rejim daxili parçalanmalardan gələn təhlükə. Hakimiyyət ideoloji baxımdan özünə yaxın olanları kooptasiya edir, daha uzaq olanları isə repressiyalara məruz qoyur. Beləliklə, kooptasiya və repressiya avtoritar nəzarətin bir-birini tamamlayan iki vasitəsinə çevrilir. Rejim uyğunlaşa biləcək aktyorları sistemə bağlayır, uyğunlaşmayanları isə siyasi və təşkilati baxımdan kənarlaşdırır. Repressiya tək başına avtokratiyanın uzun ömürlüyünü izah edə bilməz. Çünki uzun müddətdə sabitliyi qorumağın həddindən artıq bahalı yol olduğu bəllidir. Bunun üçün də digər iki sütunla birlikdə zamanda institusionallaşmalı, yəni davranış nümunəsinə çevrilməlidir. İnstitusionallaşmış repressiya bu baxımdan müxalif aktorların üsyan etməsinin struktur olaraq qarşısının alınması deməkdir. Bu institusionallaşmanın hədlərini isə güc və maddi resurslar müəyyən edir. İnstitusionallaşmanı zəruri edən ən mühüm səbəblərdən biri repressiya ehtiyacının rejim üçün təhlükə yaratması ehtimalıdır. Alim Svolikə görə müxalifəti yatırmaq üçün repressiv agentlərə verilən resurslar həmin agentlərin rejimə qarşı istifadə edə biləcəyi siyasi gücə çevrilə bilir. Buna görə də avtoritar rejim yalnız əhalini deyil, repressiyanı həyata keçirən orqanları da nəzarətdə saxlama ehtiyacı hiss edir. Beləliklə, repressiyanın bürokratik institusionallaşması ikili funksiya daşıyır. Bir tərəfdən cəmiyyətin siyasi fəaliyyətini məhdudlaşdırır, digər tərəfdən isə təhlükəsizlik və məcbur etmə aparatını iyerarxiya, kadr nəzarəti və təşkilati koordinasiya vasitəsilə hakim siyasi mərkəzə tabi edir. Levitski və Vey repressiyanın yüksək və aşağı intensivlikli kimi iki kateqoriyaya bölürlər və bu bölgünü hədəfə alınan insanlara instituta və istifadə olunan zorakılıq formasına görə aparırlar. Bu əsaslandırmaya görə yüksək intensivlikli məcbur etmə müxalifət liderləri kimi tanınmış şəxslərə, daha böyük sayda insanlara və ya əsas müxalif təşkilatlara yönələn, görünən hərəkətlər kimi müəyyən edilə bilir. Konkret tədbirlərə kütləvi nümayişlərin zoraki şəkildə yatırılması, partiyalara qarşı zoraki kampaniyalar və müxalifət liderlərinin öldürülməsinə belə cəhd və ya həbs edilməsi daxildir. Aşağı intensivlikli məcbur etmə isə daha az əhəmiyyətli qrupları hədəfə alır, daha az görünür və çox vaxt daha incə formalar alır. Konkret tədbirlərə formal və qeyri-formal nəzarət aparatından istifadə, aşağı intensivlikli fiziki təqib və qorxutma, həmçinin müəyyən iş və təhsil imkanlarının rədd edilməsi və toplaşma azadlığı kimi siyasi hüquqların məhdudlaşdırılması şəklində qeyri-fiziki formalar daxil ola bilər. Müasir avtoritar rejimlərdə repressiya hər zaman açıq zorakılıq şəklində, yəni kütləvi qətillər, kütləvi zorakılıqlar, açıq işgəncələr və s. kimi işləmir. Bir çox hallarda hüquqi və inzibati prosedurlar vasitəsilə həyata keçirilir. Tom Ginsburg və Tamir Mustafa bunu qanun vasitəsilə idarə etmə adlandırırlar. Bu anlayış qanunun aliliyindən çox fərqlənir. Burada söhbət hüququn hakimiyyəti məhdudlaşdırılmasından yox, hakimiyyətin hüquq vasitəsilə dövləti idarə etməsindən, rəqibləri neytrallaşdırılmasından, repressiyanı legitimləşdirməkdən gedir. Bu sistemlərdə hakimiyyətin repressiv qərarları açıq siyasi formada deyil, cinayət təqibi, vergi yoxlaması, inzibati prosedur, məhkəmə hökmü, qeydiyyat problemi və ya milli təhlükəsizlik araşdırması kimi təzahür edir.
Ginsburg və Mustafa avtoritar rejimlərdə məhkəmələrin sadəcə hakimiyyətin oyuncağı olduğu barədə ənənəvi yanaşmanı yetərli saymırlar. Onların fikrincə məhkəmələr avtoritar siyasətdə real idarəetmə funksiyaları yerinə yetirir. Bir tərəfdən rejimin maraqlarını irəli aparır, digər tərəfdən isə bəzən rejimlə vətəndaşlar arasında siyasi mübarizə məkanına çevrilir. Sosial nəzarət yaratmaq və siyasi rəqibləri kənarlaşdırmaq, rejimin hüquqi legitimlik iddiasını gücləndirmək, dövlətin öz bürokratik aparatında inzibati itaəti möhkəmləndirmək və rejim daxilində fraksiyalar arasında koordinasiya yaratmaq, mübahisəli qərarları məhkəmələrə ötürərək rejimin əsas siyasi mərkəzini məsuliyyətdən uzaq tutmaq kimi funksiyalar avtoritar rejimlərdə məhkəmələrin əsas funksiyaları arasında yer alır. Yəni, burada bürokratik repressiyanın vəzifəsi təkcə vətəndaşın cəzalandırılması deyil, həm də dövlət aparatının özünün nəzarətdə saxlanması və koordinasiyasıdır. Avtoritar rejimlərdə məhkəmə repressiyaları yalnız hakimiyyətin birbaşa göstərişi ilə işləmir. Hakimlərin özünün senzurası, rejimin qırmızı xətlərini əvvəlcədən bilməsi və siyasi həssas işlərdə ehtiyatlı davranması repressiyanın daha səssiz, amma effektiv bürokratik formasını yaradır. Digər tərəfdən, yalnız hədəf alınan şəxslər deyil, onları müdafiə edə biləcək hüquqi infrastruktur da məhkəmə repressiyalarının hədəfi olur. Vəkillər, QHT-lər, müstəqil media və hüquq müdafiəçiləri üzərində təzyiq məhkəmə repressiyasının ayrılmaz hissəsinə çevrilir. Hüquqla idarəetmə adlı bu sistemə daha çox seçki mandatından, konstitusiyon və hüquqi dəyişikliklərdən öz nəzarət mexanizmlərini gücləndirmək üçün istifadə edən legalist avtokratlar müraciət edir. Yəni, müasir legalist avtokratlar çox vaxt açıq qanunsuzluqla deyil, qanunların özünü dəyişərək, hüquqi prosedurları manipulyasiya edərək və formal qanunilik görüntüsü altında nəzarət institutlarını zəiflədərək hakimiyyəti möhkəmləndirirlər. Başqa sözlə, avtoritarizmi hüquqdan kənarda yox, hüququn içində qururlar və qanunlardan repressiya, siyasi rəqabəti məhdudlaşdırmaq, medianı nəzarətə almaq, vətəndaş cəmiyyətini zəiflətmək, icra hakimiyyətinin dominantlığını qorumaq üçün istifadə edirlər. Bu səbəbdən də ilk dövrlərdə bu rejimlərdə yaxınlaşan avtoritarizm açıq görünməyə bilir. Qanun vasitəsilə idarə etmənin və avtokratik legalizmin ən bariz nümunələrindən biri Türkiyədir. Burada dünyanın ən avtoritar dövlətlərindən olan Rusiyadan fərqli olaraq nizamı pozanlar səbəbi bilinməyən ani ölümlərlə cəzalandırılmır, hüquq mühafizə orqanlarının əli ilə yeni nizam yaradılır. Əliyev avtoritarizmində sərt repressiyanın mahiyyəti biraz fərqli görünə bilər. Yəni, Azərbaycanda daha mürəkkəb bir repressiya bürokratiyası modeli mövcuddur. Burada repressiya yalnız legalist avtoritarizmin hüquqi prosedurlarına əsaslanmır, nə də Davenportun ifadə etdiyi kimi sadəcə hakimiyyətin öz yurisdiksiyası ilə məhdudlaşır. Burada daha hibrid, daha qarışıq və daha sərt bir sistem var. Hüquqi forma ilə yanaşı qara maskalı hücumları, açıq polis zorakılığı, təhlükəsizlik aparatının birbaşa müdaxiləsi, inzibati resurslardan kobud istifadə, ailə üzvlərinin təzyiq, qarayaxma kampaniyaları, hədələmələr, həbsxanalarda pis rəftar, ayrı seçkilik, hətta öz yurisdiksiyasından kənarda, xaricdə təzyiq, izləmə, zorakılıq kimi elementlər də prosesdə aktiv istifadə olunur. İctimai, siyasi və media fəaliyyətinin kriminallaşdırılması hüquq repressiya aləti rolunda iştirak edir. Azərbaycan repressiyalarında bürokratiyanın ən görünən hissəsi avtoritar rejimin potensial təhlükə hesab etdiyi bütün fəaliyyətlərin, siyasi və ictimai fəallığın, müstəqil jurnalistikanın, vətəndaş cəmiyyəti təşəbbüskarlığının və bütün bunların kriminallaşdırılmasıdır. Hakimiyyət bu fəaliyyətləri özünə təhlükə hesab edir, ancaq cəzalandırma mexanizmində jurnalistika, valyuta qaçaqmalçılığı, ictimai fəaliyyət, qanunsuz sahibkarlıq, xarici qrant çirkli pulların yuyulması, siyasi etiraz, xuliqanlıq,
sülh çağırışı dövlətə xəyanət, hakimiyyət tənqidi isə dövlət əleyhinə açıq çağırış kimi təqdim olunur. Yəni repressiya hüquqi donda təzahür edir. Bu, Azərbaycan hakimiyyətinin siyasi məhbus məsələsində illərdir istifadə etdiyi siyasi məhbus yoxdur. Yalnız konkret cinayət əməllərində ittiham olunan şəxslər var tezisinin də əsasını təşkil edir. Son bir neçə ildə baş verənlər bunun bariz nümunəsidir. Hakimiyyətin yüksək vəzifəli şəxslərinin və Əliyev ailəsinin sərvəti, dövlət satın almaları və korrupsiya iddiaları ilə bağlı araşdırmalar aparan, rejimi tənqid edən Abzas Media, Toplum TV və Meydan TV kimi media quruluşları, onların təsisçiləri, rəhbərləri və əməkdaşları, eləcə də vətəndaş cəmiyyəti fəallarının valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və sənəd saxtalaşdırılması kimi ittihamlarla uzun müddət həbs cəzalarına məhkum edilməsi faktları var. Siyasi və ictimai fəaliyyətin kriminallaşdırılmasında isə repressiya bürokratiyasının repertuarı daha da genişdir. Müsavat üzvü Tofiq Yaqubulunun külli miqdarda ziyan vurmaqla dələduzluq və sənəd saxtalaşdırılması ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edilməsi, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiyəddin Məmmədovun xuliqanlıq və qəsdən sağlamlığa ağır zərər vurma ittihamları ilə 8 il həbs cəzası alması, sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun Ermənistanla sülh və dialoq çağırışları səbəbi ilə dövlətə xəyanət ittihamı ilə 15 il həbsə məhkum edilməsi həmin repertuarın son nümunələrindən sadəcə bir neçəsidir. Hakimiyyətin müraciət etdiyi bu üsullar təsadüfən seçilmir. Dövlət jurnalisti, maliyyə cinayətkarı, QHD rəhbərini qrant alan xarici agent, Həmkarlar İttifaqı fəalını zorakı xuliqan, müxalifətçini dələduz, sülh fəalını dövlət xaini kimi təqdim edərək onları yalnız cəzalandırmır, həm də ictimai kimliklərini dəyişdirməyə, damğalamağa çalışır, siyasi baxımdan təsnif edir. Nəticədə siyasi fəaliyyət, vətəndaş cəmiyyət təşəbbüskarlığı, ictimai aktivizm və ya jurnalistika açıq şəkildə qadağan edilməsə də təhlükəli fəaliyyət sferlarına çevrilir. Bu, rule by law-un Azərbaycan modeli kimi dəyərləndirilə bilər. Burada hüquq, siyasi fəaliyyəti və aktivizmi cinayət kateqoriyalarına bölən repressiya aləti rolunu oynayır. Azərbaycanda repressiya sadəcə həbslərlə məhdudlaşmır. Həbsə gələnə qədər potensial təhlükənin zərərsizləşdirilməsi üçün böyük bir inzibati mexanizm çalışır. Avtoritar rejim burada təhlükəni böyümədən önləməyə çalışır. Hüquqi və maliyyə infrastrukturu nəzarət altına alınır. Azərbaycanda vətəndaş cəmiyyətinə münasibətdə bu mexanizmin əsasları xüsusilə 2013-2015-ci illərdə yaradıldı. QHD-lər bütün iyanə və qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli oldular. 2014-cü ildə qrant qeydiyyatı tələbi ayrı-ayrı fiziki şəxslərə də şamil edildi. Xarici donorların Azərbaycana maliyyə verməsi isə əlavə icazə və qeydiyyat prosedurlarına bağlandı. 2015-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qrantların qeydiyyatı qaydaları bu nəzarəti ayrıca prosedura çevirdi. Bütün bu dəyişikliklər müstəqil QHT-lərə qarşı silaha çevrildi. Həmin qanunlardan müstəqil təşkilatları qeydiyyatssız saxlamaq, sonra isə həmin qeydiyyatssızlığı onların üzvlərinə qarşı cinayət ittihamı üçün istifadə etmək məqsədi ilə istifadə edildi. Hökumət onlarla QHT-nin, eləcə də təşkilat rəhbərlərinin şəxsi bank hesablarını dondurdu, ofislərdə axtarışlar apardı, qrant və vergi işləri açdı. Faktiki olaraq bu qanunlar vətəndaş cəmiyyətini dağıtmaq üçün qurulmuş mexanizm rolunu oynadı. 2025-ci ildə qəbul edilən yeni dəyişikliklərlə xarici mənbələrdən xidmət müqavilələri əsasında maliyyə almaq da əvvəlcədən dövlət təsdiqinə bağlandı. Beləliklə, müstəqil təşkilatların xarici maliyyə əldə edə bildiyi son yollardan biri də qapadıldı. Hakimiyyət eyni üsulu mediaya da tətbiq etdi. 2022-ci ildə qüvvəyə minən media haqqında qanunla dövlətin nəzarətində media reyestri yaradıldı. Jurnalistlərin və media qurumlarının
bu reyestrə daxil edilməsi üçün müəyyən edilən meyarlar xüsusilə freelanserləri və müstəqil jurnalistləri sistemdən kənarda saxlamağa xidmət edirdi. 2025-ci ildə edilən dəyişikliklərlə xarici media qurumlarının qeydiyyatı və fəaliyyətinə əlavə məhdudiyyətlər gətirildi. Bu da informasiya blokadası riskini daha da artırdı. Siyasi partiyalar və siyasi fəaliyyət də bu inzibati məhdudlaşdırmalardan kənarda qalmadı əlbəttə. 2023-cü ildə qüvvəyə minən siyasi partiyalar haqqında yeni qanunla partiyanın dövlət qeydiyyatına alınması üçün minimum üzv sayı 1000 nəfərdən 5000 nəfərə qaldırıldı və bu qanun qeydiyyatda olan bütün partiyaları yenidən qeydiyyat prosedurundan keçməyə məcbur etdi. Qanunun daha uzağa gedən repressiya potensialı isə başqa bir maddədə gizlədilmişdi. Buna görə partiyaların üzv siyahılarını ad, soyad, doğum tarixi və əlaqə məlumatları ilə birlikdə Ədliyyə Nazirliyinə təqdim etməsi tələb olunurdu. Müxalif siyasi fəallığın iş, təhsil və sosial imkanlar üçün risk daşıdığı bir ölkədə bunun risklərini təxmin etmək çətin deyil. Siyasi mübarizənin ölçülə bilən sahələrindən olan sərbəst toplaşma azadlığı da uzun illərdir Azərbaycanda sadəcə formallıqdan ibarətdir. Qanunvericilik sərbəst toplaşma üçün prosedurları açıq şəkildə müəyyən etsə də, bu prosedur icazə rejimi kimi işlədilir. Dövlət aksiyanı birbaşa qadağan etmir, onu ictimai təsirini itirəcək yerə və zamana keçirir, razılaşdırılmamış elan edir, təşkilatçıları polisə çağırır, iştirakçıları aksiyadan əvvəl saxlayır, sonra isə polisə tabi olmama və ya qanunsuz toplantıda iştirak kimi inzibati maddələr tətbiq edir. Bu səbəbdən Azərbaycanda aksiyalar faktiki olaraq qadağan edilmiş fəaliyyət növünə çevrilib. Tək adamlıq aksiyaların belə inzibati həbslə cəzalandırıldığı ölkədə bu məhdudiyyətlər və cəzalar repressiv bürokratiyanın qorxu yaratma funksiyasına xidmət edir. Repressiyanın bu forması görünən açıq zorakılıqdan daha davamlıdır. Çünki bu forma avtoritar rejimin təhlükə saydığı fəaliyyətin imkanlarını əvvəlcədən əlindən almağa, məhdudlaşdırmağa və yox etməyə yönəlib. İnstitusional repressiyalar da var. Azərbaycanda repressiyanın əsas xüsusiyyətlərindən biri məhz institusional olmasıdır. Söhbət ayrı-ayrı məmurların özbaşınalığından və ya fövqəladə siyasi qərarlardan deyil, dövlət institutlarının repressiv iş rejiminə daxil edildiyi sistemdən gedir. Oxşar üsullar az qala hər hadisədə təkrarlanır. Fərqli jurnalistlər, fəallar, hüquq müdafiəçiləri və müxalifətçilər əvvəlcə bənzər üsullarla saxlanılır, fəaliyyətləri ilə əlaqəsi olmayan cinayət maddələri ilə ittiham edilir, prokurorluq siyasi iradəyə uyğun aktlar hazırlayır, məhkəmələr həbs qəti imkan tədbiri seçir, bu tədbiri dəfələrlə uzadır, daha sonra uzun müddətli həbs hökmləri verir, penitensiar sistem təzyiqi həbsxanada davam etdirir, hökumət yönlü media isə prosesin siyasi mahiyyətindən diqqəti yayındırmağa çalışır. Bu ardıcıl və təkrarlanan fəaliyyətin hədəfi və siyasi nəticəsi isə azadlıqdan, ictimai fəaliyyətdən, müdafiə və mübarizə imkanlarından məhrum etmədir. Azərbaycanda repressiya yalnız dövlətin rəsmi aktorlarının əli ilə həyata keçirilmir. Ünvanı bəlli olan formal dövlət prosedurları ilə həyata keçirilən repressiyalarla yanaşı, müəllifi müəyyən edilə bilməyən hücumlar, ailə üzvlərinə təzyiqlər, şəxsi həyatın ifşası, işdən çıxarma, qarayaxma kampaniyaları, rəqəmsal izləmə və trol hücumları da bu aparatın tərkib hissəsi kimi işləyir. Bu vasitələr bəzən cinayət işi ilə paralel, bəzən ondan əvvəl, bəzən də həbs və məhkəmənin yarada bilmədiyi nəticəni əldə etmək üçün tətbiq olunur. Repressiyaların hibrid repertuarının ən ağır formasında fiziki məhv etmə və ölüm dayanır. Hakimiyyəti sərt tənqid edən Monitor jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə yaşadığı binanın qarşısında güllələndi. 2011-ci ildə jurnalist və yazıcı Rafiq Tağı isə bıçaqlı hücumdan bir neçə gün sonra xəstəxanada öldü və ya öldürüldü.
Hər iki qətl bu günə qədər açılmayıb və sifarişçilər məsuliyyətə cəlb edilməyib. Hibrid repressiya modelinin digər nümunələrindən biri araşdırmacı jurnalist Xədicə İsmayılovaya qarşı kampaniyadır. Amma bu yalnız İsmayılovaya tətbiq olunmuş ayrıca repressiya faktı deyil. Repressiya bürokratiyasının necə işlədiyini göstərən nümunələrdən sadəcə biri idi. Sonraki illərdə də qadın fəallar və ya kişi fəalların həyat yoldaşı olan qadınlar haqqında qaralama və susturma təşəbbüsləri, şantajlar, şəxsi məlumatların yayılması faktları sistematik şəkildə müşahidə olunub. Naməlum şəxslər tərəfindən törədilən fiziki hücumlar da uzun müddətdir hakimiyyətin repressiya repertuarının hissəsidir. Jurnalistlər, fəallar və müxalifət nümayəndələri naməlum şəxslərin hücumuna məruz qalır, onların əmlakı zədələnir, çəkiliş materialları və telefonları əllərindən alınır. Belə işlərdə hücum edən şəxslərlə dövlət arasında birbaşa əlaqəni hüquqi baxımdan sübut etmək həmişə mümkün olmur. Ancaq bu sübuta çox vaxt ehtiyac da qalmır. Dövlət belə hücumları effektiv araşdırmır, hücum edənləri cəzalandırmır və bəzən hədəfi öz mediasında günahlandırmağa davam edir. Beləliklə zorakılığın siyasi nəticəsini qoruyur. Bunun nümunələrindən biri 2009-cu ildəki Emin Milli və Adnan Hacızadə işidir. İki gənc aktivist Bakı restoranlarının birində iki naməlum şəxsin hücumuna məruz qaldılar. Hadisə ilə bağlı polisə şikayət cəhdləri isə onların özlərinin saxlanılması ilə nəticələndi. Daha sonra xuliqanlıq və sağlamlığa yüngül zərər vurma ittihamları ilə Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il həbs cəzasına məhkum edildilər. Yəni, naməlum şəxslərin hücumu aktının aydınlaşdırılması ilə deyil, qurbanların cəzalandırılması ilə nəticələndi. Ailə üzvlərinə fiziki təzyiq də Azərbaycandakı avtoritar rejimin hibrid repressiv alətləri arasında yer alır. Bu üsul Azərbaycan repressiya bürokratiyasının son illərdə genişlənən formalarının əsas istiqamətlərindən birinin tərkib hissəsi kimi daha çox diqqəti çəkir. Ölkə daxilində müstəqil media, vətəndaş cəmiyyəti və siyasi fəaliyyət üçün məkan daraldıqca, jurnalistlərin, fəalların və tədqiqatçıların bir hissəsi fəaliyyətinə xaricdə davam etməyə qərar verib. Hakimiyyət isə buna repressiyanın sərhədlərini genişləndirməklə cavab verir. Qiyabi cinayət işləri, həbs qərarları, ekstradisiya tələbləri, beynəlxalq səfər zamanı saxlanılma riski, izləmə, qarayaxma və fiziki hücumlar bu yeni nəzarət sisteminin ayrı-ayrı alətləridir. Eyni zamanda hakimiyyət xaricdə yaşayan hüquq mühafizə orqanlarının birbaşa əli çatmayan tənqidçilərinə ölkədə qalan valideynləri, yaxınları üzərindən təzyiq göstərir, sorğu-sual, polisə çağırış, iş və sosial baskı, şantaj kimi yollarla. Bundan xarici tənqidçilərə təzyiqin işlək formalarından biri kimi istifadə edilir. Azərbaycan nümunəsi göstərir ki, avtoritar rejimlərdə repressiya yalnız hakimiyyətin ayrı-ayrı tənqidçilərə qarşı zaman-zaman müraciət etdiyi cəza vasitəsi deyil. Burada böyük bir bürokratik mexanizmdən söhbət gedir. Bu mexanizmdə siyasi, ictimai fəaliyyət və jurnalistika fəaliyyəti kriminallaşdırılır. Müstəqil təşkilatlanma, inzibati nəzarət sistemi ilə qeydiyyat, qrant, maliyyə, media və partiya qanunları vasitəsilə əvvəlcədən zəiflədilir, hüquqdan cəza aləti kimi istifadə edilir, hüquq mühafizə orqanları repressiv bürokratiyanın institusionallaşmasında mərkəzi rol oynayır. Eyni zamanda şantaj, qarayaxma, ailəyə təzyiq, naməlum hücumlar kimi rəsmi olmayan üsullar hakimiyyətin cəzasızlıq mühiti və qorxu yaratma hədəfinə xidmət edir. Repressiya bürokratiyasının kim danışa bilər, hansı mövzuda danışa bilər, hansı təşkilat maliyyə ala bilər, hansı partiya mövcud ola bilər, harada etiraz etmək olar, hakimiyyət haraya qədər tənqid edilə bilər, bu tənqidin cəzası nə ola bilər kimi qaydalarını müəyyən edən bu mexanizmin əsas məqsədi cəmiyyətdə siyasi fəaliyyətin mümkün sərhədlərini cızmaqdır. Azərbaycan modelində hüquq mühüm repressiya alətidir, ancaq repertuardakı yeganə alət deyil. Ölkədə hüquqi don geyindirilməyə çalışılan, ancaq hüquqdan kənar vasitələrdən də çəkinməyən
hibrid repressiya bürokratiyası mövcuddur. Bu repressiya modelinin en tehlikeli tərəfi isə beynəlxalq toxunulmazlığa da sahib olmasıdır. Yəni, formalaşan dünya düzənində beynəlxalq tərəfdaşların körlüğü və ya yarım gözlə görməsi Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamələr qəbul edib Avropa İttifaqının bunlara göz yumması kimi bu repressiya mexanizminin uzun müddətli idarəetmə proseduruna çevrilməsinin İlham Əliyev rejiminin avtoritar sabitliyinin əsas təminatlarından biridir.